Hər kəs salam şalan, necəsiz? Nə var, nə ümid edirəm ki, açsınız. Bugün sizlərlə bir yerdə mükəmməl bir videoyla qarşınızdayım. Bugünkü videomuzda inşallah bırı dərəcəli kasma taktiklər, yenə bir şeylər eləməyə çalışacağız. Bu arada inşallah klanımıza gəlmək istəyənlər klanımızı göstərim, gələ bilər. Orada dayandırıb inşallah götürün ID falan, kim istəyir gələ bilər. 3 səviyyəyi düzdür, klan aşağı düşür. Bu arada inşallah bu girməyən qaqaşlara da xəbərdarlığı olsun. Yəni atılacaqlar klandan. Özüm piyak işarətlədim. İstəyirəm ki, bir kill falan alın. Bilirsiniz necə deyim, öləndən sonra belə dirilmə haqqı verir də o oyun. Onu eləyəm, ala buna nə qədər adam gəlib ki, arxaya düşəcək. Çünki arxaya düşməyin səbəbi budur. Orada mənə silah qalmaya da bilər. Onlar məndən tez düşəcək, silah falan yığacaq. Ondan sonra öldürəcəklər, qalacam belə killsiz falan. Tamsın, pis deyil, yaxşı. Allah 2-dən yaxın verdi. Problem yoxdur. Bir şey eləməyə çalışacağıq. Neyiniz, like atsız, abunə olursunuz, bildirimlər. Allah orada adam var. Niyə tutmur o? Aa, karakteriymiş də səni. Karakterdə qoy bir dənə görə işınlarını vurardıq. Kafa haradır bunun? O qəşəng. Oldu Nasri ilə məla. İnşallah başdan kimi bir dənə dürbünlə gözlərim qaqaşın işınlanan kimi də vurdum. Oldu əla. Qəşəng vurdum. Özə full qırmızı getdi. Başlığı çıxarda bilərəm oradan. Başlıq deyirəm, thumbnail, yəni kiçik rəsmini falan oradan çıxarda bilərəm, bilmirəm. Ola bilər elədim, XM8-dir, qəşəkdir. İnşallah neyse, like atsız, abunə olsun, bildirimlərini açırsınız. Çünki artıq 2K-ya doğru gedirik. İstəyirəm ki, daha qəşəng videolar çəkmək üçün neyəsiz 2K, 3K, 4K, 5K, 10K eləcə davam eləmək istəyirik. Çünki 10K-dan falan sonra bəlkə baş vurdum, bəlkə 7K-da ya 5K-dan falan ola bilər ki, başvuru elədim ki, adminliyə doğru da, yəni. Görək bir dənə admin, Allah nə var burada. Adminliyi ala bilsə inşallah. Ondan sonra qəşəng elmaslı ödüllər olacaq. Çünki bilirsiniz adminlərə 10.000 elmas falan civarı elması tam bilənmirəm nə qədər verir aylıq. Heç belə maraqlanmamışam. Burada yaşlı bir şey var, bunu da basaq. Hə, düşək uşaqlar, heç burada qalmağa ehtiyac yoxdur. Hə, ondan sonra həm mən yeyərəm elmasdan. Buna var burada bir də qəşəng almağı bacardıq ikinci kilimizi. Yaxşı oldu əslində, orada birini biləcək uşaqlar. Deyirlər ki, Çoroğlu'nun bir sözü var, deyir. Onda 9'u qaçıb gizlənmək. İndi o temadan da gedək gizlənək. Alan divləri falan. Ən iyisi 6 dənə soluq yığıb qaqam. Məndən ötər yığıb bir şey. Bunun 2 dəqiqənin arasında hardan yığdı 6 dənə soluq? Labınızda da adam görsənmir hələ. Bunun da birini tuturlar, çoxdur. Nə edirəm, bu boşda göllüyüb. Neyse, görək yayda falan da normal videolar arta biləcəm. Yayda ilə insanın nasırın yas qalmır da. İndi yaxşıdır. Düz yağış falan yağır. İndi biraz da necə deyim, yağışda falan adam da biraz xoşu gəlmir. Evdən istəmir işə çıxaq. Amma yəni ən azından sərin olur yağışda da. Adam istəyirən bilirsən, nəfəsi kəsilir də. Nasırın yas olmur. Nə qədər istəyirsən, nə insən elə də, yəni ləzzət vermir həmişə ki şey. Onun ancaq nədir, üzgüçülük falan. Gedərsən biraz üzməyə falan gedərsən, elə qəşəng olar. Yəni ən azından yayı belə istifadə eləmək olar. Bilməm yayda falan nətər videolar gələcək, gəlməyəcək. Necə videolar gələcək, amma sizin dəstəklərinizə baxır, yaxşıdır. 2K-ya doğru gedirik, 1.61K-yıq. Videonu görəm bu günə editləyə bilsəm yaxşı olar. Bu gün elə çox işim yoxdur. Var olmağına xeyli işim var, prosto. Yenə də arada biraz boşluqlarım olacaq. Görüm arada editləyə bilsəm. Bu arada çəkib, bu arada da editləməyə çalışacağım. Səhər çəkirəm bu arada videonu. Obşumda bir şey eləməyə çalışacağıq. Burada drop zad var. Allah buna var. Burada dropun dalını ki, biz xəbərim yoxdur. Qaqam, bir dənə buzlu çalış. Bir 2-də saniyə gecə ataydım. Yaxşı olaydı da, ən azından vurub öldürə bilərdik. Çıx da qaqam. Neyləmək istəyirsən orada? Bir dənə aynanın qırağında falan FPS eləyərik. Ay qaqaş, çıx da, bezdim orada. Biz də güllərimizi dolduraq. Ona bax. Ona bax, güllə zad atır oradan. Nədir şey, kase? Oy qəşəng inşallah. XM8 ilə eləcə başımı muşqulladım, bəxt şabaz. İnanmadım kafa gedə, elə çıxdım, vurdum, qəşəng getdi. Nəysə, burada güllə falan yox imiş, nəysə. Yaxşı oldu, 2 dənə güllə eləcə öldürməyi basardıq. Görək. Dən lootuna falan, ala lootu, ay bilə bir loot baqa girəndə dəli oluram da. Hardadır bu loot? Drop'un evindəymişik. Qəşəng güllərdən falan yığaq. Scar'ı götürək istəyənəm, mənim XM8'im ondan qəşəngdir. Oynayamıram da, bu Scar'ı sevmirəm.
Deyirəm, yəni bunun Evosu falan qəşəngdir. Ya da Atolyesi. Yəni məndəki desəndən heç nə mənə getmir. Oynamaqdan insan bezir də, yəni ondan sonra AT80 falan götürək, tarayaram ondan yaxşıdır. Kasaya baxırsınız, şu an bunu götürürəm, bir dənə də sturucu karakteri var. Nəydi adı da bilmirəm, Rafael idi, nəydi? Onu götürün, gedin, yəni dənizə kasmaq istəyənlərinizə məsləhətdir. Qəşəng vurur, yəni silah dəhşət qəşəng vurur. Hələ AT80 də yaxşı, dəhşət AT80 də vapşımı, it kimi vurur. Prosta AT80 biraz isabetli azdır, bir də məndəki desəndə sürət azdır. Onların bir dənə qəşəng desenini alarsan, ATSK'nın bir dənə desenləri falan var, atış hızı, oydan adama ləzzət yeyir ondan. Eləcə kafa atmaqdansa tarayanda daha çox ləzzət yeyir adama ATSK'nın. Top daldala qədər atır ki, elə bir taramalı silahdır. Hər neysə, bir dənə istəmirəm çox ortalıqlara çıxam, özümü bildirəm, bunu götür, bunu burax, bunu da götür. Dimitrimiz var. Görək nəyə yarayacaq, nəyə yaramayacaq. Bu video ola bilər biraz uzun olsun, bilmirəm editdə falan kəsərəm, kəsmərəm. Ola bilər kəsəm də, ola bilər kəsmərəm də. Bəlkə belə gedib məsələn adam vurduğum yerlərinə qədər kəsə də bilərəm. Çox ortalıqlarda da gəzirəm, düzdür. Bilmirəm də vurub aşırdacaqlar bir dəqiqə, amma elə ortalıqlarda da elə çox adam görsənmir. Biz saat amacımız nədir? Alanın ortaları, civarları oynamaqdır. Çünki insanı bilirsiniz bu axırıncı alanlar neyiniyir? İt kimi vurur da axırıncı alanlar. Yəni silah falan oynayanda heç nə mənədir. Yəni 50-50 vurur da, 25-25 hasarımı vurar alanda. 4-5 vursa bir də görsən adamı halan öldürür axırıncı alanlar. Heç nə oynayamırsan, ona görə gedirik alanımıza girməyə, bir dənə yer tapırsınız alanın ortasında falan. Bir dənə evə girirsiniz. Alanın ortası deməyim, bazarın alan qırağıbsın. Çünki alanın ortasına çox adam gedir. Alanın ortasında əgər cihazınız falan zəifdirsə, yəni kasma ehtimalı var. Çünki bir nəfər, iki nəfər, bir də görürsünüz bombatar falan var. Təzə gələn qırmızı. Təzə gələn deməyim, gücü çoxdan da, bəlkə bir ildir var oyunda. Yəni o insanın beziri də həqiqətən o silah məndə olanda məsələn xoş gəlir, amma kimsə mənə buzmat falan atır onu. Dəli olur da insan ondan. Yəni neysə. Onun bir forması var, eləcə buzu qırır, o qəşəngdir. Amma o qırmızı ocaq falan çıxır, bütün buzları əridir. Bax ondan zəhləm gedir. Skyler inşallah deyirəm bir videoya baxıram, köhnə bir dənə YouTube'un videosu da. Adama ləzzət, Skyler atır, kafa atır digillan falan. Adama ləzzət deyirsən köhnə Skyler nə zordur. İndiki Skyler falan oyun həqiqətən günü-gündən zibilini çıxardır. Nə bilim, elə şeylər gətirir, elə karakterlər gətirir. Raidendir, nə bilim, hörümçək buraxır. Allah belə şey olar səncərin. Onunla bu arada ağlıma yaxşı gəldi. Bəlkə elə bir dənə mış video çəkim yenə. Onu məncə bir dənə çəkmişəm, indi tam yadıma gəlmir. Məncə çəkmişəm bir dəfə onun videosunu. Amma yəni də eləyə bilərəm elə bir videolar. Troll falan gəlməyini istəyirsinizsə bu arada bildirin. Video nəydi la? Video nəsə deyirdim, yalımdan da çıxdı. Görək, arxamız biraz açıqdadır, amma alan da gəlib, düşüb qaçmaq lazımdır ona görə. Çox durmayaq. İstəyirəm təpəyə doğru gedim. Təpədə, yəni təpə ilə doğru, yəni təpə istiqamətdə irəliləyə bilərəm. Alanlar getməyə çalışaq. Hər nəsə inşallah like atıb, abunə olub, bildirmə. Ola bu hardan çıxdı? Kaka nə qardandı? Asarın birindədir. Ona bax gördüm ordadır. Vur X28 də Evo'dur deyə atış hızı bir adi gönə qəşəng vurur. Yəni yelək falan tarımaq adamı ləzzət yeyir ilə. Ona bax orada yenə güllə falan atır. Amma biz bacardığımız qədər alana girəcəyik. Ona görə künçlərlə falan irəliləməyə çalışırıq. Çünki bu dəqiqə özümü ortalara soxsam vurub aşırılacaqlar. Hərəsinin əlində bu dəqiqə heyvan kimi vuran CVD falan var bəlkə də əllərində. O da insanı məhv eləyir. Onun əlindəki taramağı idi, elə də çox vuranmırdı. Amma sürətli atırdı nə etsə. Bilmirəm. M4A1 falan ola bilərdi. Hər neysə, bəlkə X28 idi, onlara deyənmərəm, Scar da ola bilər. Yəni elə bir şey idi, deyəsən, səhv eləmirəmsə. Aha, burada da kutu var. Bunu da götürək, ən azından kit falan verir. Şey yığır, buradan da kitim azdı, bunu da götürün. Buradan bir 4 dənə də buradan aldım, əla. Yəni də gülləmizi götürdük. Parafalın devosu var, amma parafal bir nöqtədən sonra bir də zayılır. Hasarı qəşəngdir. 4x sonra susturucu ilə 4x taxırsan, olur akula. Amma yəni X28-i sevirəm daha çox. Parafal da xoşuma gəlir, amma hasarı falan çox yaxşıdır. X28-in hasarı parafala nisbətdə azdır, amma isabetli yaxşıdır. Parafalı elə 3-4 güllə atandan sonra isabetli olur, amma gəl görəsən onunla bir dənə kafa atma falan öyrənin, görün nə zor silahdır.
Yenə gülləmizi götdük, alanın içinə girdik. Yenə küşlərdə falan pusuruq. Qəşəngdir. Yəni belə irəliləməyə çalışacağıq. Win götürmək üçün daha düzü. Sağımıza, solumuza, arxamıza falan həmişə bacarın ki, müğayət olun. Gəlib gedən olar. Baxın da, bir də göz bomba atarla falan evin içinə bir gözləyir. Belə yerlərə bomba atar falan atırlar. Nə buzqal, nə bir şey. Qaqam. Ona bax. Başını çıxart da oradan. Aha. Ha? O qəşəng. 2 dənə kaska vurdum, öldü. Prost bəlkə də onun yanında başqası da onu vurdu. Adı da nə bilim, qəribə addı, bilmirsən. Profilini görməmiş deyənmərim güclü idi, zəif idi. Nəysə uşaqlar. En azından 5 kill da buradan aldıq. Bir dənə arxalara falan yenə baxaq. Allah o nə idi? Olan içində elə bir adam hoppandı. Amma yoxdur dəsən, hər nəysə. Gedirik yenə belə divlərlə falan alan divi oynamağa. Buradan bir dənə çıxıb gedirik belə asarın divindən falan alana girməyə. Bazaraq alanı qırağı oynayaq yenə. Burada yenə soluq falan var. Bunları Allah harda qaldı? Ekran dəli oldu evdən. Oyun dəli oldu daha düzü. Nəysə, buradan da gedək. Allah buradan çıxış yox imiş. Buradan dala qaydaq. Yoruldum inan. Buyruq dərəcəli o qədər uzun çəkir. Plus da ki mış kimi oynayıram. Güllərdən falan yığıram. Götürəmirəm. Buradan biraz güllə at. Bunu götür və güllərin qalanını götürək. Çox bir şey yoxdur. Aha bir dənə gələcək kimi nəsə verdi. Dəpəngə dəyəsən verdiyin şey. Orada daş var uşaqlar. Onun arxasına keçəcəm. Çünki ora alanın içidir. Ora girək. Bu yanındakı rampı da istifadə ediblər. Yəni qaldırıblar. Yəqin ki təzə düşəndə falan da bəlkə istifadə ediblər. Qaqam neynirsən? Gəlmə. Ay qaqa, gəlmə. Qaç buradan, qaç. Sən Allah o YMP-nin də ki isabetliyini daha təmiz zay ediblər. Allah bu nədir? Qaç qaqam. Kaskımışdı. Kask yoxdur. Biraz yelək. Öl bir dənə kask. Arxamdan buna bax bir də deyib. Tap atır. Buradan qaçıb. Buraya girməyə xeyir yoxdur. Kaskam falan yoxdur. Yeləyim də yarıdır. Gir buralarda falan biraz mışdır ya da evin içinə girib Ramoy. Burada bir dənə şey basaq tamirdən. Əlimizdə də bombamız alaq ehtiyatdan. Buralarda pusaq görək gəlirsə buralarda vuraq üstəkinə baxsan sən can. O doğrudan vurur, arxamdan vurur. O birini o vurdu. Yenə onun sayəsində biraz qaça bildim. Yenə bəlkə öldürə də bilərdim raşlayıb, amma bilmirəm, da arxamdan atırdı, yəni ani moment reflekslə biraz qaça bildim. Yoxsa məhv eləyərdilər məni aradaca. Ona bax gəlir oradanmış. Bir dənə görək. Aha yanımdan ağır keçdi. Buradadır? Yox. Yanımdan keçdi, buralara durmayaq. Bu arxadakı otaq ondan yaxşıdır. Qırışma gedir, 3 nəfər ekləyəsən. Beləcə görək bir üçümüz də yanayıq. Görək nə edə biləcəyik. Biri də evin içindən də çıxmaq fikri yoxdur. İndi bomba falan atım durum mən ora. Mış kimi evin içindədir bu dəqiqə. Arxada əslində raşlaya bilərəm, amma risk atmayım da. Oralarda pusar falan. Bir də görürsən magneti ilə falan çıxır. Ay bilə, dəli olur da adam. Ya altılı pompalı yüksəldir, tarayırlar. Təmiz siləsi gəlir adam oyunu. Hələ yalnız 40-da falan delirlər. Yanımda falan da güllə səslər gəlir. Bir dənə güldivə girək, burada da duraq. İşte girən olsa mayına düşdüm, mən də talihimi öldürüm. Ayını birini ayınaram, birini də qapıya qoymuşam. Bir dənə çölə çıxaq. Çıxaq görən. Ən azından arxalarından falan bəlkə vurma ehtimalımız olar. Ona bax uzağa, qaqamla inir, gör uzaqdan uzağa eləcə bomba yağdırır. Mən də ona bir dənə bomba atacağım. Ay belə mənim atdığım bomba da bu qədər olar bax. La gözəl bomba atdı, amma pis olmadı. Yəni ani, yəni ən azından yayındırıcı ola bilər. Elə bilərlər ki, bura bomba atıldı. Güya burada adam yoxdur da. Yəni o tipdə bir məntiq də yeridə bilərik. Aha bu hardan gəldi? Öl dana, öl sırtığa bax, sırtığa. Qaqam öl ay qaqam. Mayına da düşdün sən. Bunları at bura tez qır bunun buzunu. Aa indi gəldi. Ay bu ölmür axı. Nə qədər buna bax qaçdı tutdu oynayır. Yenə mayına düşdü ölmür. 90 ay qaqa. Tara neyinir ola bu? Bu hardan çıxdı? Bağladım özümü bir tərə. Ay bilə alan gəldi qır buzu qır. Bir belə gətir bir dənə mış kimi pusan oyunçuya qalsın oyun.
Özüm elim gəlir mış kimi pusurdu bu oyunçu. Evin içindən çıxmırdı. Özüm elim ya olmadı ki 51 aldım, yaxşı aldım amma vini götürmədim. Daha o pis oldu. 5 killə. İşte bəlkə biraz məntiqlə oynayıb, yəni biraz özüm pis elədim orada bağlamaqla. Qaçıb uzaqda, yəni soluqla falan qaça bilərdim. Orada biraz səhv elədim. Alan görürsüz, bax oyunun ortasında dediyim şey gəldi başımıza. Alan görün nə pis vurur axırda. Hər nəysə uşaqlar. Çox bir şey də yoxdur bu videodan. Allah bu nə idi? Bu videodan bu qədər idi. Bir sonraki videoda görüşmək üzrə. Sağ olun, salamat qalın. Like atıb abunə olmağı unutmayın.